Ağıllı linzalar son zamanlar populyarlığını artırır. Əslində mən onlara ağıllı deməyi sevmirəm, premium linzalar deyirəm. Nə üçün taxılır? Həm uzaq, həm ortanı, həm yaxını görmək üçündür. Amma belə bir axın var ki, məsələn 35-40 yaşında insanlar gəlir ki, yaxın görmür deyə, sırf yaxını görmür deyə o linzanı taxtırsın. Amma bunu demək istəyirəm ki, biz o linzanı taxtırdığımız zaman sizin öz təbii və hələ də pozulmamış billurunuzu götürürük, yerinə süni bir linza qoyuruq. Yaxın görmənizi artırsaq belə, onun bir çox yan təsirləri ola biləcəyini bilməniz lazımdır. Ona görə, mənə görə, ümumiyyətlə mirvari su yoxdursa gözünüzdə, bu əməliyyata getdiyiniz zaman biraz daha düşünməyinizi tövsiyə edirəm və yan təsirlərini ciddi şəkildə araşdırıb ona görə bu əməliyyatı olmağınızı tövsiyə edirəm.